Gelsin dostlar, tanışlar. Akşam görüşleri. Akşam görüşleri. Gelsinler eli kuşlar, akşam görüşleri. Gelsinler eli kuşlar, akşam görüşleri. Akşam görüşleri. Mikrofon önünde verilişin müellifi Rafael Hüseynov. Akşamınız xeyir, hörmətli dinləyicilər. Bugünkü verilişimizi xalq artisti, görkəmli tarizənimiz Ağa Səlim Abdullayev həsr edirik. Onların hərəsinin öz çalığı gözəlliyi olub. Hacı Məmmədov da şur çalıb, Əhsən Dadaşov da. Sərvər İbrahimov da rast ifa eləyib, Həbib Bayramov da. Baba Salahov da tarı ilə Bayat-ı Şiraza nəfəs verib, Əlaqa Quliyev də. Bəhram Mansurov da Mahur Hindini canlandırıb, Kamil Əhmədov da. Segahı Allahgar Cavanşirov da çalıb, Məmməd Ağa Muradov da. Eyni tar, eyni muğamlar. Ancaq heç birinin çalğısı o birininkinə oxşamayıb. Mütləq hansısa xüsusiyyətlərləsə seçilib. Hərənin bir ayrı cür əl xətti olan kimi onların da hər birinin öz çalğı üslubu olub. Yaş nəslindən daha əvvəlkilər idi. Onlardan qabaqki çağların böyük tarzənlərini, Mirzə Sadıq Əsədoğlunu, Sadıqcanı, Mirzə Fərəci görmək, eşitmək bizə nəsib olmayıb. Onların çalğıları vallarda, kinolentlərdə qala bilərdi. O da yoxdur. Amma tarımıza verdikləri töhfələrə görə tarın atası adlandırılmış Mirzə Sadıq Əsədoğlundan, Mirzə Fərəc Rızayevdən bizə səs yadigarları gəlib çatmasa da, onlardan sonra yetişib parlamış Mirzə Mansurun, Qurban Pirimovun, Əhməd Bakıxanovun çalğıları qismən də olsa bizimlədir. Dinləyirik, çalğılarındakı gözəlliyi duya bilirik. Bu qədər adlar sadalandı. Hər biri büsbütün başqa bir üslub, fərqli bir gözəllik. Ağa Səlim Abdullayev tar səltənətinə qədəm basmağa başlayanda, onun böyük tarzənlərin yaratmış olduğu möhtəşəm meydanda artıq bir peşəkar kimi özünü ifadə etmək məqamı yetişəndə belə zirvələr sıxlığı vardı və sanki onlardan sonra təzə söz demək, yeni yol tutub getmək, tək sənə məxsus olan fərqli üslub nümayiş etdirmək müşkül idi. Hətta müşküldən də artıq mümkünsüz təsəvvür olunurdu. Ancaq Ağa Səlim Abdullayev bacardı. Tək Ağa Səlim Abdullayev də yox, onun yaş nəslilə mənsub olan istedadlı tarizənlərin daha bir neçə nəfəri parlıya, özünü təsdiq edə seçilə bildi. Məsələnin qəliz tərəfi ondaydı ki, elə Ağa Səlim Abdullayevin öz yaş nəslinə mənsub istedadlı tarizənlər dəstəsinin sıralarında da bir-birindən üstün ifaçılar az değildi. Möhlət Müslimovun da, Rövşən Zamanovun da, Zamiq Əliyevin də, Həmid Vəkilovun da, Firuz Əliyevin də, ümumən 1970-ci illərdə sənət mühitimizdə parlamağa başlayanların hər biri də özünə məxsus mahir ifası ilə seçilirdi. Yəni burada da darısqallıq vardı, burada da irəli keçmək çətin idi. Ona görə də seçilmək, üstün ola bilmək, yaxşılar cərgəsində qala bilmək üçün gərək bir anda sakit dayanmayaydın. Daim çalışaydın, öz üzərində işləyəydin, axtarışlar aparaydın, indiyəcən bildiklərinlə kifayətlənməyəydin. Ağa Səlim Abdullayev yolunun əvvəlindən məhz belə oldu ki, sevildi. Önə çıxmağı bacardı və ən qabil muğam ifaçılarımız onun müşayiəti ilə oxumağa üstünlük verdilər. Bircə elə ustad xanəndə Hacı Baba Hüseynovun ona öz övladı kimi məhəbbət bəsləməsi, Ağa Səlimlə çalıb oxuyanda özümü həmişə daha rahat hiss eləyirəm deməsi əslində anlayan yanında çox böyük qiymət idi.
yüzünde kara halların görüp yüzünde kara halların güman ettim. Behişte edilde meskan edildi hindular. Aman aman aman. Yolunun əvvəlindən Hacı Məmmədov, Baba Salahov, Kamil Əhmədov kimi güclü sənətkarlardan bilavasitə öyrənmək, dərs almaq imkanını Talih ona nəsib etdiyindən bu ustadlardan sayəsində Ağasəlim Abdullayev başqalarından öz yaradıcılığında klassik ənənə ilə, klassik səliqə ilə yeni Azərbaycan tarzənliyinin xüsusiyyətlərini qovuşturmağa müvəffəq oldu. Ustadlardan hər birindən Ağasəlim Abdullayev həmişə qayğı, diqqət gördü. Onların bildiklərini yetirmələrindən əsla əsirgəmədiklərinə şahid oldu. Məsəldir, necə görmüsənsə elə də olarsan. İndi artıq Ağasəlim Abdullayev özü də çoxdanın müəllimidir və getirdiyi gənc tarzənlərin də miqdarı lap çoxdur. Ağasəlim Abdullayevin də, onun yaş nəslinin də tarzənlərinin bir məqamda bəxti çox gətirmişdi ki, örnək ustadlar, hərəsi bir məktəb olan müəllimlərlə tuş gəlmişdilər. Elə sənətkarlar ki, onların yalnız çalğısından deyil, oturuşundan, duruşundan, danışıqlarından, söhbətlərindən də çox şey öyrənmək mümkün idi. O sənətkarlar özlərindən daha əvvəlki zamanla yeni zaman arasında körpüydülər və bu körpülük elə Ağasəlim Abdullayevə də onun nəsildaşlarına da keçdi. Məhz bunların sayəsində illər onların özlərini də ustadlaşdırdı, məktəbləşdirdi. İndi keçmişə baxarkən elə zənn edirsən ki, sanki bu irəlicədən ölçülüb biçilmiş talih səhnəciyiymiş. ...1968-ci ildə Filarmoniyaya solistlər hazırlamaq üçün müsabiqə elan ediləndə Ağasəlim Abdullayev həmin yarışmaya qatılaraq Xan Şuşinski, Şövkət Ələkbərova, Hacı Məmmədov, Əlağa Quliyevdən ibarət mötəbər münsiflər heyətinin qarşısında çıxış eləyən 60 nəfərin arasından seçilən vur tut 6 nəfərdən biri olanda hələ xəbərsizdir ki, onu hansı xoş xəbər gözləyir. Seçilən tarzənlər üçün Filarmoniyanın nəzdində bir məşğələ qrupu yaradıldı və ora rəhbərlik eləyən də Hacı Məmmədov idi. Ağasəlim Abdullayevin təhsil aldığı Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində müəllimi Kamil Əhmədov olmuşdu. Seyid Şuşinski kimi nəhəngdən muğamların çox gizlinclərini mənimsəmiş Kamil Əhmədovdan dərs almağın özü bir ayrı xoşbəxtlik idi. Ancaq 1960-cı illər bitirdi. O zaman Azərbaycan tarzənlərinin zirvəsi Hacı Məmmədov idi. Onun adı dillə deyilirdi. Onun hansısa məşğələsində bir dəfə iştirak eləməyin özü xoşbəxtlik idi. İndi isə Ağasəlim Abdullayevin bəxtinə 2 il boyunca Hacı Məmmədovun tələbəsi, öyrəncisi olmaq düşmüşdü. Ağasəlim, Hacı Məmmədovun onlarla məşğul olduğu həmin 2 il ərzində yeni bir universitetdən, akademiyadan keçmiş kimi oldu. Talih üzünə növbəti dəfə onda güldü ki, elə həmin çağlarda yolu Baba Salahovun rəhbərlik elədiyi xalq çalğı adətləri ansamblına da açıldı. Müəllim ömrü bağbanlığa bənzəyir. Bəsləyib böyütdüyü hər fidanda bağbanın ömrü davam etdiyi kimi hər şagird, hər tələbə də ustadının yolunu, nəfəsini, adını yaşadır. Ağasəlim Abdullayevin varlığında, ifasında ustadı saydığı, dərs aldığı 3 böyük ustad qovuşdu. Hacı Məmmədov, Baba Salahov. Ancaq yol davam edirdi. Ağasəlim Abdullayevin indiyəcən yaratdığı çalğı irsi öz yerində. Onun yetişdirdiyi yeni nəsil tarzənlər qatarı da bu dəyərli sənətkarın xalqa daha bir töhfəsidir. Nəsillərin qovuşmuş təcrübəsi, yolu davam etməkdədir.
İlk dəfə özünüzün yaxşı tarı saçan olub. İndi bu əldə qayırma tarlar falan dükkanda satılan öz yerində adamın bir normal bir tarıda olsun axı gerək. Mən ömür boyu işlətdiyim tarı mənim 67-ci ildə Allah rəhmət eləsin Kamil Əhmədov, yəni Kamil müəllim 67-də birinci dəfə demək Kamil müəllim sinifinə gedəndə balaca bir tarım var idi. Necə ki o musiqi məktəbində çaldığım tar yoxdur. Elə o ilə də Asosinalıya girmişdim. Çox balaca idi. Çünki balaca tardakı asan da olur çalmaq axı. Tar biraz iri olanda görsən ki, qollar zat biraz sənə əziyyət verir. Balaca olanda elə bilirsən ki, Hacı müəllimin də tarı, Hacı Məhəmmədovun tarı da çox elə böyük tar deyirdi. O da rahat tar idi. Həddindən artıq rahat idi. Sinəyə qoyan kimi elə bildin ki, bəli elə barmaqlar özü istəyir ki, çalsın. O tarı mənə deyib, Kamil müəllim dedi ki, bu tar axı balacadır da sənin üçün, sən böyüyürsən, bu tarla olmaz. Gəl bir sənə bir gedib tar düzəltdirim. Dedim, mən Kamil müəllim, nə olar, eybi yoxdur. Gəldik, o vaxt o, yenə də deyirəm, o Ədnam qonşular idi də, yəni o tar ustaları, tar düzəltdi. O Basin küçəsində bir dəstə dükanlar var idi. Mən də yadıma gəlirdi, uşaq vaxtı gedirdim, oradan sim alırdım, nə bilim, hə? Apardı məni 5 mərtəbəyə yaxın olan küçəyə. Dedi ki, ustaya ki, adı da Bahadır idi. Dedi, ay Bahadır, bir dənə bunun üçün bir tar düzəldərsən. Bahadır məşhur idi. Deyirəm də, yəni, onun tarları indi də o idi, bir də Sarıxan var idi. Sarıxan tarları da, yəni, məşhur idi. Dedi, buna bir tar düzəldərsən. Dedi, mənim gözüm üstə. Neyse bir müddət keçdi. Gördüm ki, müəllim dedi ki, tar hazır da gedək. Getdik, pulunuz adını verdik, aldıq. Götürdüm, gəldim. İndi mən baxıram, ağappaq düzəldirdi. Axı tarları görürəm ki, hamısı qaralıb da, yəni çalırlar, qaralıb. Mənim ki, ağappaq, təzə ki, elə bir ağacda, tam ağacda. Heç mənim ağlıma gəlməz, dedim, bunu mən necə qaraldım ki, bu da qaralsın. Məsəl üçün, baxırdım Bəhram Mansurovun tarına, görürdüm ki, üzü laxlanır, belə şeydir. Deyirdim, yəqin ki, bunun ziyanı olmaz da, buna nəsə çəksin. Götürdüm, gəldim və götürdüm şit yağı. Başladım tarı çəkməyə. Çəkdim ki, yağ girib bu tarın tam içəyinə. Qaralmadı da, bir baxansa belə rəngini dəyişdi. Səhər gəlmişəm Kamil müəllimin yanına. Baxır tarı deyir, sən bunu neylə alırsan? Deyirəm ki, Kamil müəllim deşməyəm. Deyir, yox, sən buna yağ çəkərlər, bunu sən götürmüsən, gör neynəmsən, bu tarı körramsan, vay. Vurdu Allah'ın dedi, yox, belə şey eləyərlər, adamla məsləhətləşərlər, sur eləyərlər də. Dedim, Kamil dedim ki, qaralsın da. Dedim, bu ilə qaralmaz, sən bilirsən neynəmsən, bu tar tək bircə o çanağın içindən nəfəs almır. O səs ki gəlir, o çanağın içindən gəlmir, o həmən bu ağacın o şeyləri var, nəfəs. Bəli, nəfəs alır. Tar nəfəs alırsan, bütün nəfəs yollarını tutmuşsan hamısını. Tez bunu apar Bahadır'ın yanına. Götürdüm, geldim təzədən Bahadır'ın yanına, dedim ki, ay Bahadır, bunu sənələ təmizlə. Götürdü, bir dedi, qoy qalsın burada bir ki, vay, sən bunu nahaq eləmsən. Təmizlədi də dedim, həmən otardı mənim. Demək olar ki, ömrüm elə otarla keçiyor. Otar mənə, nə bilim, indi neysə belə, yəni, gəlir götürür. Yəni, otarla mən ailəmi saxlamışam, otarla balalarımı böyümüşəm. O, həmən otarla.
adeten musiki məktəbinə gedənlərlə siz də elə başlamışsınız da bir indi siz deyirsiniz 12 manata, mən Kürdəmirdə 15 manata idi. Sarı rəngində tarlar olurdu. İmtihası mən onunla başlamamışam. Yəni mən başlayandan bir yaxşı tarla başlamışam. Mənim daim olub müharibəyə gedib qayıtmayıb 39-cu ildə 2 tar düzəldibmiş. Cavan oğlanla 17-18 yaşında özü çox mahir tar çalanımış. Sonralar bizim bu Sadıq Hüseynov vardı, məşhur aktyor. Onlar o vaxt məktəb yoldaşı falan da olmuşdular, gənclik yoldaşı olmuşdular. O deyirdi ki, onun çalğısı belə idi ki, o Azərbaycandan məşhur tar. Özü deyir, bütün musiqi alətlərində çala bilirdi. Amma deyir, tarda deyil, misilsiz idi. 2 tar düzəldibmiş 39-cu ildə. Deməli, birini düzəltdirib, daha yaxşı hesab elədiyin qoyub qalıb evdə 41-ci ildə əskər gedəndə, müharibəyə gedəndə. O nisbətən zəif hesab elədiyin özü ilə götürüb ki, orada da çalaram. İndi yazıq fikirləşirmiş, çalmaq olaydı da bilmir ki, müharibə nə deməkdir. Gedir, çox keçmədən orada həlak olub. O tar qalmışdı. Mən də o tardan xeyli illər sonra dünyaya gəldim falan, gözüm açıb elə evdə o tarı gördüm. Sonra musiqi məktəbinə gedəndə daha artıq mən o tardan getdim. Mən yəni çalmağı bilirdim musiqi məktəbinə gedəndə, evdə öyrətmişdilər. O biri daim də o kamança çalırdı, öyrətmişdi mənə. Amma musiqi məktəbinə gedəndə artıq bizim müəllimlər falanlar da hərdən mənə deyirdi, ver sən tar uçalaq bizdə. O tardan çox şey asılıdır. O çünki həm də ki bir əlin yatmaq, sinən yatmaq, bunun hamısının mənası var axı. Odur ki, tar indi sənin ömür boyu bir yoldaşındır da. Elədir Rafail müəllim, elədir. Maşallah, sən ki bu tar alətinə bu qədər meylim var, yəni o qandan gəlir, o kötüydən gəlir. Allah can sağlığı versin sizə. Yəni çox belə şeylərlə maraqlanmağınız da mənə şəxsən görsən, inan Allah'a çox suallar verirsiniz, həmişə söhbətlərdə görsən ki, soruşursunuz. Mənim özümə məsəl üçün bir görsən ki, ləzzət eləyir ki, bəli, Rafail müəllim də bəli, tardan, muğamdan, kamançadan, yəni xalq musiqisindən söhbət eləyirdim. Bu təbii ki, musiqi aləmi belədir ki, bunun içərisinə girdin, istər istəməz da yaşından asılı olmayaraq yavaş-yavaş yoldaşlaşırsan. Və talih elə gətirdi ki, sizin sənətdə olduğunuz illər Azərbaycan musiqisində samballı sənətkarların olduğu dövrdür. Azərbaycanın məşhur xanəndələrinin əksəriyyəti ilə bir yerdə çalmışsınız, oxumusunuz. İndi çox yoldaşlıq elədikləriniz olub, ondan ayrıca danışarıq. Amma gəldiniz, düşdünüz bu mühitin içərisində də yavaş-yavaş. Mən istəyirəm ki, o mühitin içərisindəki addımlarınızdan danışasınız. Yəni, mən demək olar ki, sözün əvvəlində, söhbətimizin əvvəlində dedim ki, yəni 14 yaşından mən toya getmişəm. Yəni, inanın, 19-20 yaşından artıq profesional bir, yəni 19 yaşında mən 1969-cu ildə Baba Salahovun rəhbəri elədiyi ansambl var idi. Azərbaycan Dövlət Televiziya və Radiosunun nəzdində. Məni orada bir konservasiya kimi dəvət elədilər. Orada fəaliyyət göstərmişəm. Həmən o ansamblın da mənə çox böyük kömək olub. Ora necə dəvət olundu? Asif Zenal'da oxuyurdum, 3-cü kursdaydım. Mənim bir dostum, yəni ən yaxın dostum, sadiq dostum, yəni uşaq vaxtından demək olar ki, dostluq elədiyim, elə Asif Zenal'ın özündə də dostluq elədiyim Mir Nazim Əsədullayev var. Allah ona can sağlığı versin. O mənə dedi ki, o orada çalırdı, o fəaliyyət göstərirdi. Yəni dedi ki, bəs tarçalan yoxdur, gəlmir, məşqə gəlmirlər tarçalanlar. Baba müəllim də çox narahat olur. Bəlkə gələsən, sən deyim mən baba müəllimə, gələrsən. Dedim, mən nə olur, ev yoxdur da, işdir də, yəni o da mən çalıram, evdə çalınacaq, gedib otur belə ansamblda çalaram da. Özdə o vaxtda ansambllarda çox güclü ansambllar idi və həmişə də səhnədə olan, həmişə də ekranda olan ansambllar idi. 3 ansambl var idi də, Əsən Dadaşovun, Baba Salahovun, bir də ki, Əhməd Başxanovun. Bu 3 ansambl Azərbaycan televiziyasının nəzdində idi. Biz də bunları həmişə ekranda görürdük. Hamısı çalışırdı ki, həmin ansambllarda çalsınlar ki, fəaliyyət göstərsinlər.
dedi ki, bəs Ağa Səlim, baba müəllim deyir ki, gəlsin. Mən də getməyə, tarım da əlimdə deyir, tarım da yox. Dedim, ay Nazim, axı, indi bu saat tarım yoxdur. Mən, yox deyir, gözləyir, bəs baba müəllim gözləyir ki, gəlsin, bir baxaq görək də. Dedim, axı, tarım yoxdur, neynim? Allah dərəmdə rəhmət eləsin, Ağa Salih müəllimə, mənim müəllimim idi. Onların da evləri Asosenalının texnikumun düz Maksim Gorki'də üzbəüz idi demək olar. Mən çox vaxt elə evdə dərs keçirdim oyunu. Getdim Ağa Salih müəllimə dedim ki, Ağa Salih müəllim, bəs valla bir yerə gedəcəm, mənə bir tar lazımdır da. Olar mı aparım sizin tarınızı? Dedi, ne olacak ev yok. Ancak ki kusaran kimi götür gel. Dedim yok götüreceğim. Neyse gittim. Məşq eləyirlər. O vaxt məşq bilirsiniz haradaydı? Körlər Klubu var idi. Malakan bağının orada travmatologiya institutundan yanında elə düz ona yaxın. Orada məşq eləyirdilər. Gittim. Heç baba müəllimdə heç bir kəlmədə söz demədi mənə ki, bu gəlmirsən, kimdir bu? Çünki baba müəllimi tanıyırdım. Asosenallıdakı dəstəyirdi. Oradan tanıyırdım da, o da indi tələbələri zaten tanıyırdı. Heç bir söz demədi. Açdım mən də tarımı. Dedi, aç tarımı. Açdım tarımı, otur. Tarşalan da yoxdur, gəlmirlər də. İndi bir dənə ki, mənəm oturmuşam. Kimlər? Vəli Qədimov, Avtandil İsrafilov, Ramiz vardı nağara çalan, Ramiz, Həsənov. Sonra İsmət var idi, gitara çalan. İsmət, yəni hamısı buradan ansam, Yusif var idi, piyano çalan. Hamısı bunları tanıyırıq da, kalifiye sənətkarlardılar bunlar hamısı. Gecə gündüz bu televiziyada olan. Mən də oturdum. Bir də gördük ki, Sara gəldi. Sara Qədimova. 3 gün sonra televiziyada konsert var, bunun məşqini eləyirlər. Neyse elədi, çaldılar, qutardılar. Baba müəllim də mənə heç bir söz demir. İndi belə güdür də, yəni kulaq asır ki, bir dənə çağırdı, sesi gəlir də. Mən də indi özümə həlak eləmirəm ki, yaxşı olsun. Neyse çaldım, qutardı, bağladım tarih. Yaxşı gedin də, hamısı gedir. Nazimə dedim ki, ay Nazim, sən ona bir soruş ilə ki, bu gəlsin, gəlməsin. Nazim ona nəsə dedi, Allah gəldi edirəm də, o insanlar, elə insanlar indi yoxdur. Gəldi, dedi ki, oğlum, nə qədər mənim canım sağdır, mən canım salamat olacaq, sən elə bax burada belə oturacaqsın. Sən da bu söhbət də olmasın. İndi gör nə tərkiydi də. Ondan sonra 3 gün sonra Sara ilə Məhməd var idi, Salmanov. O Filarmoniyanın solisti idi. Onların ikisinin o vaxt tek konsert verməyi heç kəsi bırakmırdı. Zeynəbdən başqa bir dənə adam, xanəndə Yamıqanlı, tek çıxıb konsert verə bilməzdi. Demək, Sara ilə Məhməd Salmanovdu. Məşq eləmişik, hələ orada da qabaq trakta olurdu axı. 12-də gəlirdik, 11-də gəlirdik. Baxırdılar, yoxlayırdılar. Çünki canlıydı da hamısı. Axşam da sonra konsertə gəlirdi. Həmən trak vaxtı da məşq elədik, izləd elədik. İndi axşam gəlmişik. Konsertə çıxışıq da bir yarım saat qabağından oturmuşuq. Sara dedi ki, mən şur təsnifi, dəyişdi proqramı, mən şur təsnifi oxuyacağım. Şur da təsnifində başqa şur təsnifi məşq eləmişik Məhməd Salmanovla. Baba müəllim dedi ki, ay Sara xanım, axı olmaz da, indi konsertə çıxırıq. Şu 2 dənə şur olmaz, onu qoymazlar da yəni. Dedi, yox, tərsinə dedi, yox, oxuyacağım. Baba müəllim çağırdı məni, dedi ki, Sarən çalarsan, 1-2 dəfə çalarsan, 2 cümlə çalarsan, ayaq eləyərsən şura, düşərsən şura, sonra şur oxuyar, elan eləyərlər ki, diktor ki, Sarən səssifi. Bax, bunu ilk dəfə mənim, indi görün bir nə qədər bir qəliz vaxtı düşüb. İlk dəfə mənim demək olar ki, konsertdə çaldığım, Məhməd Salmanov üçün, Sarən elədim. Düşdüm şura, Məhməd Salmanov da
şura oxudu. Abid elədilər ki, yəni Sarınç təsnifi. Yəni Sarı da sonra şur təsnifi elə özü elədi oxudu. Bax beləncə bir hadisə mənim ilk konsertim, ilk televiziyada yəni çıxışım həmən ansambl oldu. Bax belə oldu. Sizin hayatınızda bu Hacı Baba Hüseynov'un məxsusi yeri var da. Və sizin də Hacı Baba Hüseynov'un həyatında yeriniz məxsusidir. Çünki o baxırdım sizə, övladları kimi baxırdı. Və siz də ona o cürə baxırdınız. O toylarda ki, məsələn, indi o toy daha mı çox istəyirdi Hacı Babanı bu Bakı kəndlərində falan da. Amma orada 50 nəfər, 100 nəfər, 200 nəfər adam var. Sen 3 nəfərsən, oturmursan burada. Sen fərqlisən olur. Səni nə qədər çox istəsələr də filan da, sen kənarsan, ayrısan sen. Sen həm də özünü müdafiə edirsən orada. Bir-birinizi müdafiə edirsiniz orada. Və orada biri içkili ola bilər, birinin ağlı yerində olmaz, biri laf dəlicəsinə musiqinlə, hər cür adam var da. Biri danışandır, biri oturub qulaq asandır. O səs-küyün içərisində, o qarışıqlığın içərisində sən gözəllik yaratmalısın. Və Hacı Baba da aktyor idi, anıdan gəlmə. O mikrofonla oynayabilirdi, kamera, hətta o görür ki, adi bir çəkilişdir də, adi bir həvəskar kamerayla onunla da oynayırdı. Və bilirdi ki, bu tarixdir, o tarixin nə olduğunu çox gözəl bilirdi. Odur ki, istəyirəm ki, bu təmasları necə yarandı, bir yerdə olduğu zillərdən danışası, saatçələrdən danışası, çünki bu böyük tarixdir. Rafael müəllim, çox belə bir gözəl bir yerə toxundunuz. O, demək olar ki, tarixi yaradanlar da olur da. Yəni mən ilk növbədən nə qədər indi söhbət eləyirik, yəni bunu belə demişəm, indi efirə deyirəm ki, Allah sizə də can sağlığı versin ki, onun tarixini yaradanın ən birincisi sizsiz. Yəni çox əziyyətiniz olub onun, həddindən artıq əziyyətiniz olub. Yəni onun bəlkə tarixə düşməsində, onun böyük bir xalq tərəfindən, böyük bir şəxsiyyət kimi, böyük bir sənətkar kimi tanınmasında sizin də rolunuz var. Sizə minnətdarıq. O ki qaldı, onu ilə mənim yaradıcılığım, o ilə mənim tanışdığım. Demək olar ki, 15 il demək olar ki, bir yerdə biz çalışmışıq. 1978-ci ildən ta dünyasını dəyişən günə qədər, 1993-cü ilə qədər. Demək olar ki, hər gün bir yerdə olmuşuq. Çox adamlar görürdün ki, tarçalanlar əksəriyyəti tar çalmırdı. Görürdün, bax, gitaranın zaten o moda düşən vaxt idi də, yəni tar qalmışdı bir yana, hamısı. Tarçalanlar bilmiyorlar ki, əksəriyyəti ad çəkmirəm, hamısı gitara çalırdı. Çünki tələbat oydu da, toya getmək lazımdır, ailəsini saxlamaq lazımdır. Tarı da ki, aparmırlar. Tarı da deyirlər ki, yox, ya, olmaz. Xanəndələrə hətta gitara deyirlər ki, gitara götürməyən gəlgin. Bax, həmən dövrdə mən bir şey qeyd edeyim ki, ona görə mən kəndimə kəsəyimə minnətdaram, borcluyam. Nəyə görə? Onlar məni qoymurdular. Gedim mən də gitara götür, mən də götürmüşəm. Onlar məni həmişə tarla aparıblar. Tarçalan kimi tanıyırdılar. Çünki birdən kəndim məni istəməsəydi, Nardaran kəndi və ya Binə kəndi ya başqa kənddə, elə mən də bəlkə götürüb
dolanacaq şunda götürüb zərə çalardı. Mən yenə də deyirəm, o kəndlərimə, Bakının kəndlərinə ümumiyyətlə çox minnətdarım. Hacı Baba Hüseynovla da mənim demək olar diləmdə 78-ci ildən. O əvvəla məni elə uşaq vaxtından tanıyırdı. Çünki bizim toylarda ömür billah elə Hacı Baba olmuşuq. Hətta mənim iki qardaşımın toyunu da Bəhram Mansurov, Hacı Baba Hüseynov, Tələt Bakıxanov. Onlar eləyiblər kənddə. Atamla da münasibətləri yaxşı idi. Hətta bir dəfə Sərvər İbrahimov idi. Demək, Hacı Baba idi, bir də Elman Bədalov, kemançı çalan. Yəni, bir toydaydılar, mənim də 13-14 yaşım var da. Atam da çox istəyirdi ki, o vaxt axı elə idi ki, valideyn istəyirdi ki, heç olmasa bir oğlunuz adını bir tanısınlar, gözünlər ki, bu da göstərsin ki, çalır da. Bu hamısının başına gələn şeydir də, hansı valideyn istəməz. Atam dedi ki, Hacı Babaya ki, bir dənə uşaq da çalır, onlar bir dənə bir şey çalsın. Torxana da özdür ki, 200 adam var oturub. Hacı Baba dedi ki, laf yaxşı, o gəlsin buraya, Sərvər, tanı verərsən bir şey çalsın. Sərvər dedi, gəlsin çalsın da. Mən aşıqım o səbəbdən aşıqana Axır ürəyimdən şəlalə şəklindən o incə qəlbimə təsir edincə hər qəzəlin gözündən nəm görürəm inci şəlalə şəklində. Bəli, Hacı Baba söhbətini davam edirik. Yəni mən elə o vaxtdan tanıyırdı. Yəni dönəmdə atamla da ki, yaxınlığı zadı var. Kəndlərə gələndə hamısı baxırlar da, kiminlə balaca münasibəti var. Ondan sonra elə valla inan yadıma düşmür ki, necə oldu mən bunu ilə toya getdim, harda getdim. Ancaq elə bilgin elə Allah Teala elə yazılmış ki, sən bunu ilə yoldaşlıq elə günə, bu səni aparıcı, bunu ilə sən nəsə qabağa gedə bilərsən. Elə şey nədir ki, demək olar ki, Rafael müəllim, hər gün çünki o vaxt həddindən artıq çox toylar olurdu. Özdə Nardaran cəmaatının həddindən artıq Hacı Babanı çox istəyirdi. Hamısına hörmət edirdilər, birinə bir ayırsınlar, yox. Ancaq toyda görürdük də, 4 oxuyan olurdu, 5 oxuyan olurdu. Hacı Babanı oxudurdular, bir də ki, alimi oxudurdular. Yəni, bu 2 dənə xanəndəni, o birlər də elə belə də bir dənə yalandan bir şey oxuyurdular, eləyirdilər, görürdülər. Demək olar ki, alimlə 88-ə qədər hər gün bir yerdə olmuşuq. Hacı Baba da alimdir, yəni bir yer, bütün toyları hər günə, bir var ki, spis oxuma baxıram o şeymə də, qeydiyyatına. Ayın 28 günü, 29 günü, 4 ay, 5 ay həmişə zannı. Cəmaat bir il qabaqdan mənə zəng eləyirdi ki, sən filan gün boşsan. Digər də dedim, ona gedirəm ki, mən kəndimə, kəsəyimə qurban olum ki, mənə zəng eləyib, mənə deyirdilər ki, sən filan gün toyumdur, qeyd eləginən ha. Filan gün toyumdur, qeyd eləginən. Mən bunlara deyirdim ki, indi kimi lazımdır, görürdüm, şey eldim, aparırdım. Hamısı da əksəriyyət Hacı Baba müəllimi istəyirdi. Yəni ki, deyil ki. İndi mən qulaq asıram, arada bu YouTube kanalında yerləşdirirlər köhnə lentləri, toylarda çəkilmiş. Bəzisinin keyfiyyət yaxşıdır, bəzisinin ki ortadır, bəzisinin ki belə aşağıdır, amma çox yüksək keyfiyyətli olanlar da var. Amma əsas mənim diqqətim başqa şeyə yönəlir. Hacı Baba da oturub orada, alim də oturub orada.
Alim orada möcüzələr yaradır. Cavan da bir uşaqdır. Alim orada ona göre okuyur ki, o cür okuyur, o cür yanında Hacı Baba var. Hacı Baba olanda o birisi xanəndələr də özünü yığışdırırdı. Daha artıq yarış əmələ gəlirdi. Sizin özünüzə de, sizin ifaçılığınız da tamam dəyişirdi. O qulaq asan da başqa adam olurdu. Hacı Baba mühiti dəyişməyi bacaran adam idi. Danışığı ilə, əhvalı ilə, varlığı ilə sadə adam değildi Hacı Baba. Elədir. Bəli, o çox düz buyurursunuz ki, o bir xanəndələrdə axı bu oxumağın qarşısında durub elə oxumasa mümkündür. Yəni bu gözəllikdə oxumağın qarşısında elə belə dayanıb dursa mümkündür. Çox çalışırdılar ki, bunlar da bir şey eləsinlər. Nə həqiqətən də olurdu. Elə toylar var görsən ki, məsələn Arif Babayevin də elə oxumağında dəyişiklik var. Çox gözəl oxumaları var. Ağaxanın məsələn oxumalarında çox gözəl oxumalar var. Canəli Əkbərovun oxumalarında ən çox özünü yığışdıran Canəli Əkbərov idi. İnanın, alim ki oxuyurdu, Hacı Baba özü də görürdü, yığışdırırdı özünü ki, çalışırdı ki o da məsələn mahur oxuyurdu Hacı Babasını. Çünki alim zat gözəl oxuyublar axı. Buna deyirdilər ki, səsi güya aşağıdır. Mahur hindi oxuyurdu, bərdaşlığını tuturdu. Əraq şöbəsini tuturdu. Yəni, indi deyirdi ora, gənə qayıdırdı ki, yəni ki... Düz deyirsiniz, o Canəlinin də oxumaqlarına qulaq asmışam. Canəli də qeyri-adi hünərlər göstərir orada. Və elə şeydir ki, mən baxıram, axı görürəm ki, Hacı Baba baxır, o da qiymətləndirirdi. Çünki bu məktəb görmüşdü, atası xanəndə olmuşdu, yaxşı məktəb görmüşdü. Canəlinin də üstünlüklərindən, əsas üstünlüklərindən biri buydu, düz oxuyurdu. Heç vaxt o da düz zərrə qədər əyməyib. Ən çətin vaxtlarda həmin orada gitar zamanlarında da gitariyə oxumayıb o da, para oxuyub həmişə. Bunlar hamısı çox vacib cəhətlərdir. Mehribanlı görməyim bir məliqadan küsmüşəm. Şənlə dedim şirin söz, bir şey ondan dadmadım. Bu səbəbdən ağız şəkər dilrübadan küsmüşəm ayam. Bir qədəh mən istədim, sındırdı könlüm şişəsin. Bu səbəbdən ağız şəkər dilrübadan küsmüşəm. Gördüm əvvəl binasın yarlıq etmək deyil, vaqifa əsli budur. Mən bu binadan küsmüşəm. Ay dərdi birdən. Hacı Baba Hüseynov'un 70 yaş tamam olanda biz onun o gecesini keçirtdik ve onun hayatında yeni bir mərhələ başlandı. Biz onun hakkında film də elədik, yadınızda da getdik. O Şamaxıda da çəkdik, Kürdəmirdə də çəkdik, gəzirdik bütün Azərbaycanda. İlk dəfə bu yolu açılmışdı bunun. O bir tarixdir Rafael müəllim. Vallahi sizin yaratdığınız tarixdir. Mən bəyəkləri dedim də. Allah sizdən sağlığı versin. Ve ondan sonra elə bir ki bax da açıldı, hayatında mərhələ də açıldı. Bunun çok tezliklə adlarını da almasına nail olduq ve getdi, ziyarətə də getdi, Avropa'ya da getdi, Fransa'ya da getdi. Ve bunun ardınca İran'a da səfərlər oldu. İndi bu o səfərlərdə de çok, indi hadisəlerde bu ilk dəfə yola çıxırdınız. İndi bu daim yoldaydınız onsuz da, ama Abşeron burada da evinizin içerisinde de. Ama indi çıxmışsınız xaricə. Neçədən ölkə, elə birinci dəfə bizim getdiyimiz demək olar ki, Türkiye oldu. İlk səfəri Hacı Babanın Türkiye oldu. Adana şəhərində Qaracaoğlan festival var idi. Yani sağ olsun, yani naziri gönderdi. Yani dedim, bu sizin tanıttığınızdan sonra
o medeniyet naziri zaten bir, yani böyle bir adam vardı yani bunu bir ne söylemeye lazımdı. Ama o dövrde karışık bir dövrüydü de Adana'ya gittik. Karasoğlan Festivali'nde çok güzel karşılandı. Yani dedim o elə bilginə ki biz onu bir peygamber kimi özünü sanırdı. Gitti ziyaret eledi de kabrin. O yadınızda da o günler. Ondan sonra Irak'a gittik. Azerbaycan günleriydi. Onun en arzusuyla İmam Hüseyin'in mezarını ziyaret eləməyiydi. Allah Teala da ona kısmet eledi. Yani o İmam Hüseyin eşkiyle hemşe yaşayırdı. Her gün dediği, dua elediği, ondan qabaq yani ziyarete getməmişdən qabaq her gün dua elediği oydu ki Allah Teala mənə bir kısmet eləsin. Gedim bir İmam Hüseyin'in mezarını ziyaret edeyim. Geldim. Allah Teala kısmet de elədi. Yani gitti orada ziyaret elədi. Demək məqbərəyə az qalıb, elə qapısından, o şey qapısından, küçə qapısından girəcəyik. Bir 5-6 metre qalıb qapıya da məqbərənin içine girək. Oturdu yere. Dizlerini koydu yere elleriyle. Sürüne. İnanın Allah'a yani onu bir çeken olaydı, bir gören olaydı. Ne gör bu adam İmam Hüseyin'e ne kadar bunun mehabbeti var. Sürüne. Gitti kapısından öptü. Cemaat da var, cemaat da girirler zadeliyle. İnan Allah'a. Gitti kapısında durdu ayağa, kapısını öptü, burasını girdi içeri. Ne gör ne kadar bunun İmam Hüseyin'e eşki var idi. Sonra ziyaret elədik. O girəndə elə sonra sola dönürsən orada Füzuli'nin qəbridir. Onu da bir xeyli öptü, kucakladı. İhtiqatlı adam idi de yani çok həddindən artıq etdik. Bir var ki elə belə dildə deyəsən. Bir de var ki yok bunun şey kanında var idi. Sonra ondan sonra da ki kısmet oldu. Avrupa ülkelerine gittik. Oradaki konsertler nece karşılandı? Çok güzeldi. Yani bir tane sen təsəvvür eyle ki Rafael müəllim. Bir tane Paris'te 9 tane konsert verdik. Paris'in sahnesinde 9 konsert verdik. Özde bir tek bir adam. 2 saat. Şey koyulur, reklam koyulurdu ki 2 saatte az olmaz. 2 saati doldurasan gerek. Zalda da olurdu təxminən bir 550-600 adam. Özde bir tane de Azerbaycanlı yoktu. Bunu teşkil edən Dünya Medeniyeti Fonduydu da. Yani onlar davet edirdiler, doldururdular. Şimdi sen təsəvvür et 9 gün bir tane 71 yaşında kişi müğənni 9 gün her gün 2 saat sahneye çıkasan. Bizimkiler burada 2 gün konsert verirdi. Deyirdi, mən gör nə eləmişəm ya burada görsən mən konsert verdim 2 tane. Yani sonra gelende ben buna həmişə demişim, hatta yazılarda da demiştim ki bir tane bunu ışıqlandıran olmadı. Bu boyda sənətkarın, bu böyüklüyündə insanın gedib 40 gün Avropa ülkələrini gezəsən, gələsən, bir tane balaca məqalə də yazılmadı. Bir tane balaca televiziyada ışıqlandırılsın, radyoda olmadı. Özü de ona çok pis olmuştu. Hatta bir defa mecliste dedi, cemaata da dedi ki, ben gidip dünyanı gezginəm, Avropa, Lüksemburg, ne bileyim Hollandiya, Belçika, İsveçrə, sonra gel Fransa, bir böyle yerlerde git konsert ver yine, gel yine. Bir tane balaca deyir o şeyde görmedim deyip yaz ki, Hacı Baba Hüseyin o da gitti burada konsertte.
Baba Salahov'un ruhu da şaddır çünkü Baba Salahov'dan sonra ansambulda yaşattınız. Bəli, yəni 81-ci ildəki babam müəllim rəhmətə getdi. Sonra bir problem yarandı ki, bu ansambl yaşasın, yaşamasın, qalsın, qalmasın. Ansamblda sonra rəhbərlik eləmək istəyən çox adamlar var idi. Bir neçə adam var idi ki, o ansamblın rəhbəri olmaq istəyirdi. Yəni sonra Azərbaycan televiziyasının o kollegiya olur da, yəni orada söhbət qoydular məsələni ki, baxaq görək ki, bu ansambl qalsın, qalmasın. Əvvəl qalması üçün razılıq verdilər. Hamısı dedilər ki, ansambl qalmalıdır. Ancaq rəhbər elə seçilmir. Çünki istəyən ki, çox idi, ona görə rəhbər qaldı. İstəyən kənardan idi yoxsa? Yox, elə Allah rəhmət etsin qanı deyə də bilərəm ki, elə verilməsi Rübabə xanımın özü idi yəni. Çalışırdı ki, yəni ansambl bu ansamblın üstündə. O da niyə görə? Yəni ansambl dağılmasın da, yəni Başka kim var idi? başkası da var idi. Ancaq İsteyip de bu günah eləməyib ki, isteyip ansamblın rəhbəri olsun da. neysə də olmadı, eləmədilər. Heç kəs eləmədilər. Yox. Ancaq adı qoyulmasında, ansambla ad qoymaqda Rübabə xanımın rolu olub. Adı o Araz ansamblı ki verdilər, ilk adını qoydular Araz ansamblı. Onda Rübabə xanım orada təklif eləmişdi ki, ansambl Araz olsun. Çünki də o tərəfdən dedən, Ərdəbildən deyən 6 ay demək olur. Baba Salahov'un adının orada olmasını kim təklif? Onu mən çox çalışdım. Yəni çoxdur bir dəfələrlə getdim ki, hamısının adı var. Əhsən Dadaşovun adı vardı. Xatirə Xalq Şağarətlər ansamblı, Əhməd Bakıxanın adı var. Bu da Baba Salahov da burada ömür billah. Onu mən çox çalışdım ya. Axır ki razılıq verdilər. Dərs demişsiniz mi hiç? Kimisə öyrətmişsiniz dərs demək? Çox. Mənim də ömrüm elə neçə illərdir mən. Demək olar ki, bəlkə 60 ilə yaxın elə mənim müəllimlik stajım var yəni. Harada işləmişsiniz? Çox yerlərdə, çox. Musiqi məktəblərində, demək olar Bakıda bir neçə musiqi məktəbində, Asif Zeynalabdin Musiqi Texnikumunda, sonra Mədəni Maarif Texnikumu vardı, Bakı Mədəni Maarif Texnikumu, orada 20 gün belə musiqi məktəbi, sayısam çoxdur. Əsas ancaq mənim işim elə konservatoriyada olub. Azərbaycan o vaxt Üzeyir Hacıbəyovun Dövlət Konservatoriyası idi. Orada muğam açılandan, orada 90-cı ildən ki orada muğam açıldı. Muğam yox idi o vaxta qədər. Biz oxuyan vaxtlarda muğam yox idi. Sonradan 90-cı ildə açılanda mən orada müəllimdə 90-dan indi bu yana elə bu işim elə demək olar ki, elə müəllimliklə olub. Tar çalışırsınız mı indi? Çalıram, ancaq ki o qədər də yox da. Yəni bilsən, yaşla əlaqədardır da. Bilsən, çox yerə desən, belə adamlar var ki, görsən ki, o şey artıq yaşlaşıb, əl çəkmir, elə istəyir ki, elə hepsi çalsın. Bilsən, o da olmaz, o da yaxşıdır. Özünü məsələn, o çaldıqlarını, o ki göstərdiklərini, o gözəl sənəti heç eləyirlər, yəni. Olmaz, onu hepsi durub elə, sən axı 20, 25, 30 yaşında çaldığı, sən indi 70, 75 yaşında sən onu eləyə bilməzsən. Orada o biraz onun, olar ki, demək olar ki, onun sənətinə də xələl götürür. Özünü hörmətdən salır. Var elə adamlar var, görsən elə, tutdu elə 75 yaşı var, 80 yaşı var, görsən elə götürür ki, yox, mən də çağırım. Hara çalırsan da, yox, bu da çalmışsan da, vaxtında mən o şeyə baxanam, yəni adamla ki. Sizin ailədən, nəsildən əlavə indi musiqi, sizin eşqinizə, sizin həvəsinizə musiqiyə gələnlər oldu mu? Mənim qardaşım da qurtarıb, konservatoriyanı qurtarıb. Arif qardaşım, o toyunu elədiyimiz oğlan yox idi. Yəni, bax, o da konservatoriyanı qurtarıb, özü yaxşı kaman çalan idi. Çox yaxşı kaman çalan, ancaq həvəs çox göstərmirdi də, yəni konsertlərə getsin də eləsin. Onun işi tamam başqa idi deyən, ancaq kamançanı çox gözəl çalır. İndi çox istedadı olmayan adamlar var, görsən ki, çalırlar. Onların hamısından yaxşı çalır. Onun da linkləri var, bir neçə linklər mənlə toylarda da çalır.
Ağa Səlim, mən sağlamlıq arzulayıram, güc arzulayıram. Arzulayıram ki, bu tara eşq, bizim xalq musiqimizə eşq, muğammatımıza eşq sizin içərinizdə hələ çox uzun illər boyu olsun. Siz hələ o yaşı keçib təzədən tar çalmaq, yaşı keçib təzədən muğammat oxumaq istəyənlərdən fərqli olaraq sizin içəriz ruhunuz cavandır, gücünüz də çoxdur, hələ çox illər xidmət edə bilərsiniz, çala da bilərsiniz və sizin təcrübəniz, sizin gözəl sənətiniz, sizin insanlığınız hamısı bir yerdə vəhdətdədir və siz bizim musiqi həyatımıza yaraşıq verən insanlardansınız. Ona görə mən sizlə ünsiyyətdən həmişə zövq almışam, dostluqdan həmişə zövq almışam. Arzu edirəm ki, sağlam olasınız, güclü olasınız, gözəl günlər görəsiniz. Rafael müəllim, çox sağ olun. Çox sağ olun. Mən sizə çox minnətdaram. Yəni elədiyiniz bütün işlərə görə siz ömür billah yəni bu işlə, xeyirxah işlə məşğulsuz da. Yəni ədəblərin, şairlərin, yazıçıların, musiqi xadimlərinin, xanəndələrin hamısının demək olar ki, təbliği ilə məşğulsuz da. Yəni bu çox bir az işdir. İnan, yəni bu Azərbaycan xalqı üçün ən böyük işdir. Ən vacib olan işdir. Sizin bu fəaliyyətinizə görə minnətdaram. Məni bura dəvət edildiyinizə görə, məni ilə müsahibə aldığınıza görə. Sizə çox sağ olurum, sağ olun. Yəni minnətdarlığımı bildirirəm. Yəqin ki, bunu bugün yazmışıq, bu indi sabah geçsə də efirə, sonra silinən deyir. Yəqin bu arxivdə siz bunu saxlayacaqsınız. İndi biz bu dünyada varam 3 gün, 5 gün, yəni hamımız gedər insanları da Allah yaradıb özü də aparır. Yəni bu qalacaq. Sizin bütün yaratdığınız gözəl əsərlər kimi bu da qalacaq və sizin bugün də, gələcəkdə də həm insanlığınızın, həm də sənətinizin göstəricilərindən biri olacaq. Bax, buna görə də mən sizə çox minnətdaram. İndi çox uzaqlarda qalmış illərdə balaca Ağa Səlim tarı ilk dəfə sinəsinə qaldıranda köksü tara dar gəlirdi. Bir vaxtlar sinəsinə yerləşməyən tarı illər onun ürəyinə sığdıra bildi. Və o da dönüb oldu ustadları kimi könlündə tar gəzdirən sənətkar. Bir qəlbdə ki gecə gündüz tar ola, əlbəttə ki o ürəkdən saçılan yalnız gözəlliklər olar. Hörmətli dinləyicilər, axşam görüşlərinin görkəmli tarzənimiz xalq artisti Ağa Səlim Abdullayevə həsr edilən buraxılışı sona çatır. Mən hamınıza uğurlar diləyirəm, salamat qalın.